Mən Rəzat müəllimi Qabil Abbasov. Bugün Rəzat 2025 9 illik test toplusunun tam cəbir ifadələr mövzusunun həllinə baxacağıq. Gəlin başlayaq birinci sualdan. Uşaqlar, bizə deyir ki, hansı bir ədədin qüvvəti ən böyükdür? Uşaqlar, bir ədədin qüvvəti dəyişənlərin üstün cəminə bərabərdir. Məsələn, bunun qüvvəti bizə verir 10. Bunun qüvvəti bizə verir 8, 17, 12 və 13. Bunlardan ən böyük hansıdır? 17. Deməli, C variantı ən böyükdür. Bizə deyir ki, hansı bir ədədin qüvvəti ən kiçikdir? Yenə toplayırıq. 15, 15, 11, 13, 10. Ən kiçik hansıdır? 10. Y variantı. Bizə deyir ki, mənfi x plus 4 kvadratını çox ədədə çevirin. İlk olaraq başlayırıq. Səmət üçün ilk olaraq birincinin kvadratı, yəni mənfi x-in kvadratı üstə gələk. İkincinin kvadratı üstə gələk. 2 vuraq birinci vur ikincinin hasilinə. Bu da bərabərdir. Mənfi x-in kvadratı bizə verir müsbət x kvadratı. Üstə gələk 16. Çıxaq mənfi olduğuna görə 8x. Bizə nə verir? X kvadratı çıxaq 8x üstə gələk 16. 3C variantı. Bizə deyir ki, a üstü 8 bərabər 9 olarsa, a üstü 16-nı tapın. Şöyle, bu qüvvətin qüvvəti deməkdir. Yəni, a üstündə 8-in kvadratı deməkdir. Bu bizə verir 9 yerinə qoysaq, 9-un kvadratı bizə verir 81. Doğru cavab 81. Eyni sualdır, 5-ci sual. Özünüz yazırsınız. Keçdik 6-cı suala. Bizə deyir ki, hansı münasibət doğrudur? Hansı münasibət doğru olması üçün gəl ifadələrə bax. İfadələrə baxanda uşaqlar fikir verirsiniz. Məsələn, 3 üstü 5 ilə 8 üstü 5-in qüvvəti eyni olduğuna görə uşaqlar bax belədir. A vuraq B üstündə M-i parçalayıblar A üstü M vur B üstündə M. Bundan əvvəlki dərsimiz olan həqiqətlərdə bir düsturlar yazmışdım. Tam üstü qüvvətin düsturlarını. Bax o düsturlar xassəsinə əsasən uşaqlar bunu parçalayıb və bunun tərsi də doğrudur. Əvvələ yığa bilərik. Məsələn, fikir versəniz, burada 5, 5'dir. Hər ikisi 5 olduğuna görə 3 üstü 5 vur 5, 8 üstü 5. Bu bərabər bizə verir 3 vur 8 üstündə 5. Verir 24 üstündə 5. Amma burada 24 üstü 10 verirlər. Bu doğru deyil, bu səhvdir. Eyni qaydada vurmadır. Yəni, A üstündə M üstündə M bərabərdir. N vur M kimidir. Eyni qaydada bu eləyir 3 üstü 28. Amma burada 11 verir. Bu da səhvdir. Əsasları böləndə şura çıxırdıq. Nə vardı? Qüvvəti çıxırdıq. 20-dən 5 çıxacaqdıq 15. Bu da səhvdir. Bölmədən nə vardı? Qüvvətlər çıxırdı. Eləyir 9 üstü 0, eləyir 1. 7 üstü 0 da 1 deməkdir. Demək bu doğrudur. Amma bu vurmadan nə vardı? Toplayırdıq. Eləyir 5 üstü 9. Bu da səhvdir. Hansı münasibət doğrudur? Bunu özünüz tapırsınız. Yazdığımız düsturlara əsasən. 8-ci sual. Açıq B-ni veriblər. Burada bu ifadəni soruşurlar. Buradan 4 ortaq vur çıxardığında qalır açıq B. Yerinə qoyanda eləyir 8,8. Eyni qaydada 5-9 sual. Özünüz yazırsınız. Burada deyib bir ədədin qüvvətini tapın. Bir ədədin qüvvətini tapmaq üçün dedik dəyişənlərin üstünü toplayırıq. 3, 7, 10, 13. Qüvvət elədi 13. C2 olarsa ifadəsinin qiymətini tapın. Tapmaq üçün C-nin yerinə 2 qoymaq. 3 vur 2. Üstə gələk 2 vur 3 çıxaq 2. 6 üstə gələk 3-dən 2 çıxanda 1, 2-yə vuranda 2. Elədi 8. Doğru cavab 8. Deyir, hansı bir ədədin qüvvəti ən kiçikdir? Birinci sual, ikinci suallar eynidir. Toplayırdıq qüvvəti. Bu elədi 12. 9, 10. 14. 15. 13. Ən kiçik hansıdır? 10. B variantı. 13-cü sual. Bizə deyir ki, x bərabər mənfi 1 olduqda 3x üstü 6, 11x kubu və sonra 9, 7x üstü ifadənin qiymətini tapın. Uşaqlar, yerinə qoyuruq. 3 vur, x-in üstü mənfi 1 üstü 6, çıx 11 vur, mənfi 1-in kubu, üstə gələk 9 vur, mənfi 1 üstü 7, bərabərdir. Cüt dərəcə, mənfi üstü ədədlər cüt dərəcə qüvvəti eləyir müsbət. 3 vur, müsbət 1, çıx 11 vur, mənfi 1. Tək dərəcə qüvvəsi mənfi eləyir. Üstə gələk 9 vur, mənfi 1. 3, mənfi eləyir müsbət 11.
Mənfi müsbət elədi, mənfi 9. Toplamda bizə ver 14. 14-dən 9 çıxanda 5. Düzgün cavabımız 5. 14-cü sual. 14-cü sualımız belədir. Bizə verir ki, 2a kubu vur 3b kvadrat çıx 2ab üstə gələk a kubu çox hədisi ilə mənfi 3x kvadrat y kubu böləsinin qüvvətlər cəmini. Qüvvətlər cəmini soruşur. Şöyle çox hədinin ilk olaraq bu bir hədləri mötərizə vuraq açaq. Bir hədini mötərizə vuran deyilir 6a kubu b kvadratı. Çıxaq 2-2 vuranda 4, a kubunu a vuranda elədi a üstü 4, b. Üstə gələk 2, a üstündə 6. Şöyle bunların hamısı bir hədlidir. Bir hədlinin cəbrinə çox hədli deyilir. Yazır ki, bir hədlinin cəbri cəminə çox hədli deyilir. Hər hansı bir hədlinin ən böyük bir hədlinin qüvvəti həmin çox hədlinin qüvvəti adlanır. Ən böyük bir hədlinin qüvvəti həmin çox hədlinin qüvvəti adlanır. Keçək qaydamıza. Burada baxırıq ki, bu bir hədlinin qüvvəti 5, bununki də 5, amma bu 6. Deməli, bu çox hədlinin qüvvəti bizə verir 6-nı. Bunun qüvvəti nədir? 5. 6 üstə gələk 5 bərabərdir 11-ə. Eyni qayda 15-ci sual eynidir. Özünüz yazırsınız. Sizə havayla elədim. 16-cı sual. 16-cı sualımız belədir. Bu tip suallar uşaqlar 8-ci sinifdə var, 9-cu sinifdə də var. Həqiqətlər mövzusunda, sinif kitabında. 12 üstündə 7, 9-un kubu vur 2 üstündə 10 bərabərdir. Uşaqlar fikir versəniz, yenə eyni qaydada bax 3, 9, 2, 18. Bunları eyni vuruq altına saldıq. Eyni vuruq altına salmaq üçün 12-ni yazırıq. 2-nin kvadratı vur 3 kimi, yəni 4 vur 3 kimi. Üstündə 7. 9'u yazdık 3'ün kvadratının üstündə kub kimi. 2 üstündə 10 bərabərdir. Ayrı dedik yaza bildik də uşaqlar. 7 vur 3 üstü 7. 3'ün 2 3'ə vuran elədi 6 vur 2 üstündə 10 bərabərdir. Bu bizə verir 2 üstü 14 vur 3 üstü 7 3 üstü 6 vur 2 üstü 10. Əsasları eyni olan qüvvətləri bir böləcəyik. 2 üstü 14'ü 2 üstü 10'a böləndə bölmədə qüvvətlər çıxılır. Vuraq 3 üstündə 7 çıxaq 6 bərabərdir. Bizə verir 2 üstündə 4 vur 3 üstü 1. 2 üstü 4'ümüz elədi 16 3 üstü 1'imiz elədi 3. Buranda elədi 48. Cavabımız oldu 48. 17-ci sualı eyni özünüz səviyyədə eyni yazırsınız. 18-ci sualımız. Əgər uşaqlar mənfi altımız mötərizənin içində olsaydı, onda müsbət kimi çıxardı. Mənfi kvadrata daxil olmadığına görə eləyir mənfi 36. Mötərizə olduğuna görə, cüt dərəcə olduğuna görə də müsbət 1. Tək dərəcənin qüvvəti, mənfi üstü tək dərəcənin qüvvəti eləyir mənfi. 4'ün kubu eləyir 64. Eləyir 100, 100'dən 1 çıxanda elədi 99. Mənfi 99. 19-cu sual eyni səviyyədə 17-ci sualdan özünüz yazırsınız. 20-ci sual. Gəlin birini yazaq da uşaqlar. 20-ci sual belədir. Mənfini qabaq verdik. Elədi 5 üstü 5. Vur. 125 5'in kubu olduğuna görə 5 üstü 9. 25 5'in kvadratına görə 4 üstün dərəcə qüvvəti elədi 5 üstü 8. 625 25'in kvadratıdır. 25 ilə 5'in kvadratı. 5'in kvadratının kvadratı eləyir 5 üstü 4. Qabağında mənfi yazırıq. Eləyir 5 üstündə 14 böl 5 üstündə 12. Bu bizə verdi mənfi 5'in kvadratını. Bu deyir mənfi 25. C variantı. 21-ci sualda ifadəsini sadələşdirin. Sadələşdirmək üçün də ilk olaraq biz bunları vurub aşmalıyıq.
Vurub açanda 2c-ni c-yə vuranda elədik 2c kvadratı. 3-ə vuranda üstə gələk 6c çıxar. 2c-ni c-yə vuranda elədik 2c kvadratı. 2c-ni müsbət 5-ə vuranda eləyir 10c. Qavanda mənfi olduğuna görə çıxaq 10c. Mənfi 1-i c-yə vuranda mənfi c eləyir. Bu mənfi eləyir müsbət c. Mənfi 1-i 5-ə vuranda mənfi 5. Qavanda mənfi olduğuna görə eləyir müsbət 5. 5 çıxaq 5 olduğu kimi qalıb. Bərabərdir. Müsbət 5 mənfi 5. İxtisar getdi. Müsbət 2c kvadratı mənfi 2c kvadratı. Bunlar da ixtisar getdi. Qaldı 7c çıxaq 10c. Bu deyir mənfi 3c. Cavabımız elədir mənfi 3c. 22-ci sual eyni qayda ilə özünüz vurub yazırsınız. 23-cü sual deyir ən kiçik 2n plus 1 olan 3 ardıcıl tək ədədin cəmini tapın. Ən kiçiyi 2n plus 1-dirsə, tək ədədlər deyirik nə var? Natural ədədlər keçəndə deyirik ki 2 artır hamısı. Üstünə 2 gələn deyirik 2n plus 3, ikinci ədəd. Üçüncü ədəd deyirik 2n plus 5. Bunların cəmini soruşur bizdən. Bu deyilir 6n üstə gələk 9. 24. 2n minus 1. 3 ardıcıl tək ədədin cəmini tapın. Ən böyüyü deyir. Uşaqlar, ən böyük bu olduğuna görə, yenə 2 artadığına görə, buradan sonra 2 çıxacaq. 1 eləyib 2n minus 3. 1 ədə 2n minus 5. Bunlar toplamda bizə eləyir 6n çıxaq 9. Cavabımız nə oldu? 6n çıxaq 9. 25-ci sual. 25-ci sualımız belədir. Bizə verib A, B, C və B A ədədini. Fərqini çoxadı şəklində göstərim. Şöyle çoxadı şəklində göstərmək üçün biz bunların mərtəbələrini bilməliyik. Mərtəbəni biləndə uşaqlar bu bizə verir təklik, onluq, yüzlük. Natural ədəddə keçəndə dedik təklik, onluq. Bu yüzlük dediyinə görə vururuq 100-ə. 100 vur A. 100 vur A. Üstə gələk 10 vur B. Üstə gələk C. Çıx. 10 vur B. Üstə gələk A olduğuna görə, bu mənfi olduğuna görə çıxır olur A. Bərabərdir. 100A mənfi A elədir 99A. 10B 10B müsbət mənfi getdi. Üstə gələk C. 99A üstə gələk C. Doğru cavab B variantı. Eyni qaydan 26-cı sual siz yazırsınız. 27-ci sual. Bizə verir 22 üstündə 4 vur 8 üstü 4. 121 üstün kvadratı vur 4 üstü 6 bərabərdir. Eyni ədədlərə gətiririk. 22-ni yazırıq 2 vur 11 kimi. Vur 8'i yazdık 2'nin kubunun üstü 4. 121'i yazdık 11'in kvadratının üstü kvadrat. Vur 2'nin kvadratı üstü 6 beraberdir. 2 üstü 4 vur 11 üstü 4 vur 2 üstü 12 vur 11 üstü 4 vur 2 üstünde 12. Şöyle 2 üstü 12 2 üstü 12 yeni olduğuna göre bunların nisbəti verir 1'i. 11 üstü 4 11 üstü 4 yeni olduğuna göre bunlar getdi qaldı 1 qaldı 2 üstü 4. Bu bize verdi 16'nı. Cevap A variantı. Keçdik 28-ci sual. Eyni qaydadır. Özünüz yazırsınız. 29-cu sual. Bizə veriblər x minus 4 vur x plus 8 çıx x minus 2'nin kvadratını. X plus 2'nin kvadratını. Bərabərdir. Şöyle vurub açırıq. 2 ifadəni yazanda bu bizə verir x kvadratı. X 8'ə vuranda üstə gələ 8x. Mənfi 4 x-ə vuranda çıxaq 4x. Mənfi 4'ü müsbət 8'ə vuranda çıxaq 32. Çıxaq. Bunu açanda birincinin kvadratı. Üstə gələ ikincinin kvadratına görə mənfi var deyənə eləyir çıxaq 4. Birincinin ikinci halsının kimisi müsbət eləyir deyənə. Burada mənfi olduğuna görə çıxaq 4x. Bərabərdir. Mənfi 4x, mənfi 4, 8x, müsbət 8. Bunlar getdi. Qaldı 2x kvadrat. X kvadratına da mənfi x kvadrat getdi. Qaldı mənfi 4, mənfi 32. Bu bizə verdi mənfi 36'nı. Y variantı. 20-30. 30 sualımız belədir. Bizə veriblər 2y çıx 3x 9x kvadratı üstə gələ 6xy üstə gələ 4y kvadratı. Şöyle fikir versəniz bu bizə nəyin açılışıdır? A kubu çıxaq B kubunun açılışını veriblər.
Şöyle toplanan yeniləşəndə cəm dəyişmədiyinə görə bu bizə verir 8y kubu çıx 27x kubunu. 8y kubu çıx 27x kubunun açılışını verir bizə B variantı. Eyni qaydada bu bizə verir 8x kubunun çıx 125y kubunu. 2x, 3x, 6x. 32-ci sualı yazaq. Bizə veriblər 2x çıx 3y, 3x üstə gələk 2y. Şurada bu dərsimiz ancaq müxtəsərlə bağlıdır. O da 7-ci sinifdədir. 6y. Müxtəsəri oxuyun, ondan sonra yazın bu tip sualları. Vurub açanda uşaqlar, vurub açırıq. Elir bizə 6x kvadratı çıx 4xy üstə gələk. Müsbət, müsbət. Çıx 6, 3 oranı elir 9xy. Çıx 6y kvadratı üstə gələk 6y kvadratı üstə gələk 5xy üstə gələk y. Bərabərdir. Şöyle 6x kvadratı nal olduğu kimi qaldı. Bunun şeyi yoxdur. Mənfi 6y, müsbət 6y. Bunlar ixtisar getdi. Müsbət 5x, müsbət 4x, 9xy, mənfi 9xy. Bunlar ixtisar getdi. Qaldı üstə gələk y-ə. 6x kvadrat üstə gələk y. D variantı. 30-cu sual eynidir. Özünüz vurup yazırsınız. 34-cü sual. 100'ün kvadrat çıx 98'in kvadrat bərabərdir 2a. Şöyle bunu kvadrata yüksəldib çıxada bilərsiniz. Amma fikir versəniz bu nəyin açılışıdır? A kvadratı çıxıb B kvadrat kimidir. Bunu açanda belə açırıq. Fərqi və cəmin hasili kimi. Yazırıq 100 çıxaq 98. 100 vuraq. 100 üstə gələk 98 bərabər 2a-ya. Fərqi bizə verdi 2, cəmi bizə verdi 198. Bərabərdir 2a. 2-lər getdi, qaldı a bərabərdir 198-ə. Cəmimiz neçə elədi? 198. 35. 35-ci suala yazılır. Bizə verirlər ki, a üstə gələk b 4-ə bərabərdir. A üstə gələk 2, vur, b üstə gələk 2, çıx, a çıxaq 2, vur, b çıxaq 2. Bərabərdir. Vurub açanda bizə verir a, b, 2a üstə gələk 2b. Çıxaq a, b, çıxaq 2a olduğuna görə üstə gələk 2a. Çıxaq 2b olduğuna görə mənfi var deyilən üstə gələk 2b. Çıxaq 2, 2'yə vurandı, mənfi 2, mənfi 2 vurandı, elədir müsbət 4. Burada çıxaq olduğuna görə çıxaq 4. Bərabərdir. A, b'lər ixtisar getdi, qaldı 2a burada 2a. Elədir 4. A üstə gələk 4. B çıx 4. Bərabərdir. Buradan 4'ü ortaq vurub çıxardıq. A üstə B-lə ortaq vurub çıxardığında çıxaq 4. Yerinə 4 qoysaq bizə verir 4 vur 4 çıx 4. Bərabərdir 16 çıx 4. Bərabərdir 12'yə. Bərabərdir 12'yə. Cavabımız elədir 12. Bizə 36-cı sual. Bizə deyir ki, bir ədədin dərəcəsi 11 olsa m tapın. Dedik bir ədədin dərəcəsi nədir? Dəyişənlərin qüvvətlər cəmi 2 üstə gələk m üstə gələk 3 bərabərdir 11. M də bərabərdir 6'ya. Eyni qaydada 37-ci sualdır. 38-ci sual. 38-ci sualımız belədir. Bizə verir 3 üstü 12 vur 9 üstü 4 ver 27 üstü 6 bərabərdir. 3 sayda olduğu kimi saxladıq. 9 yazırıq 3'ün kvadratı üstü 4. 27 yazırıq 3'ün kubu üstü 6 bərabərdir. 3 üstü 12 vur 3 üstü 8 vur 3 üstü 18. 20 topluruq da uşaqlar. Vurma olanda topladıq 20 bölmə olanda çıxdıq. Bərabərdir 3'ün kvadratı. Bu da bizə verir 9'u. Eynidir. Özünüz yazırsınız. Əsası A onluqlar şəklində göstərin. Bu bizə verir A üstü 20 vur A üstündə 12. Vurma olduğuna görə əsaslar eyni olduğuna görə qüvvətləri topladıq elədi 32. A üstü 32. 41-ci sual eynidir. 42-ci sual. 42-ci sualımız belədir. A yerinə qoydu da uşaqlar. 3 vur mənfi 4,2. Çıx 5 vur 2,1.
çıx 6 vur 3-ə bərabərdir. 3 mənfi 10-da gedir. Mənfi 12,6 çıx 10,5 bərabərdir. Çıx 18 bərabərdir. Bunu çıxanda edir mənfi 22, mənfi 23,1 çıx 18. Bu bizə verir mənfi 41,1. Cavabımız D variantı. Eyni qaydada 43-cü sualdır. Yerinə qoyub hesablayırsınız. 44-cü sualımız. Geriq əsaslar eyni olanda vurmada toplayırıq. Bölmədə çıxırıq. 10-dan 2 çıxanda 8. Mənfi mənfiləri müsbət elədi 3. 11. A üstündə 11. Eyni qaydada 3A kvadratı B kubu 45-ci suala baxırıq. Vuraq. Mənfi 3-də 1 AB kvadratının kvadratı bərabərdir. Uşaqlar, ilk olaraq bunları kuba yüksəldək. Bu edir 27, A üstündə 6, B'nin kubu vuraq. Kvadrat olduğuna görə, mənfi olduğuna görə mürtəzə bu edir 9-da 1, A-nın kvadratı B üstü 4 bərabərdir. Uşaqlar, bunu sadələşdirəndə əsas əmsalları 1 bölürük, 1 vururuq. 27-ni 9-da 1-ə vuranda elədi 3. A üstü 6-nı A-nın kvadratına vuranda əsaslar yeni olduğuna görə qüvvətlər toplandı. Belədə 10 kimi. Bizə nə verdi? Bizə nə deyib? Bir ədlinizin qüvvətin əmsalından neçə dəfə böyükdür? Qüvvət bizə verir 15-i, əmsal bizə verir 3-ü. Qüvvət əmsalından neçə dəfə böyükdür? 5 dəfə. 15-i 3-ə böləndə 5. Beşinci olur. 46-cı sual 45 yazdık da 5 dəfə. 46-cı sual eynidir. Özünü hesablayırsınız. 47-ci sual. Bizə verir ki, n bərabərdir 2 üstündə 12 çıx 1 olarsa aşağıdakılar hansı tam ədəd deyil? Tam ədəd deyil deyənə uşaqlar fikir versək yazırıq ki, n bölək 21, n bölək 3, n bölək 45, n bölək 11 və n bölək 5. Uşaqlar, bunu necə yaza bilərik? N yazmaq üçün ilk olaraq müxtəsərdən istifadə edirik. Yəni, A kvadrat çıxaq B kvadratından. 2 üstü 6-nın kvadratı çıxaq 1-in kvadratı bu uşaqlar. Bu bizə verir 2 üstündə 6 çıx 1, 2 üstündə 6 üstə gələk 1. Bu da bərabərdir. Bunu olduğu kimi saxlayaq müstəgələyi. Çıxmanı da belə yaza bilərik. 2-nin kubu çıx 1, 2-nin kubu üstə gələk 1. Bu da bərabərdir. Bu bizə verir, hesablamayaq da, bu olduğu kimi saxlayaq. Bu bizə verir 2-nin kubu 8, 8-dən 1 çıxanda 7. 8 üstə gələk 9, 7 vur 9. Deyən hansı tam ədəddir? Tam ədəd olması üçün bölməli olmalıdır. Burada nə var uşaqlar? 3 vur 7 deməkdir. 7 vur 9 ixtisar gedirdə bu 63 20 3 düşür. Buna vuranda ədəd edir. Tam ədəd edir. Doğru cavabımız A variantı. Deyil deyir uşaqlar. Tam ədəd deyil deyir. Sonradan qarışdırdım. Bu bizə verir uşaqlar. Bax diqqətlə qulaq asın. 63 21-ə bölündü. Demək bu tamdır. 63 45 və 15. Sonra fikir versəniz 45 nə deməkdir? 5 vur 9 kimi də. 9-da gedir, hesablayanda bu bizə verir, saxladıq. 2 üstü 6 bizə verir 64, 65 deməkdir. Bu da eləyir 65 vur 7 vur 9. (65) 13'ə bölündü 5 düşür. Bu da bölünür. Bunu vuraq 5 vur 13 kimi. 45'ə də bölünür. 5 vuraq 9 var. 11'ə 5'ə bölünür 7. Niyə bölünmür? 11'ə. 11 bölünür var? Yox. Eyni qaydada 48. Eyni sual deyinib buna da baxaq. Tapışıqda bölənlərini. 18. Bax 13 var deyinə furqlan içində. 13'ə bölündü. 14 var.
Aşağı tam ədəd. Bax tam ədəd deyir. Bax aşağılar burada. Tam ədəd dediyinə görə elə 13-ə bölündüyünə elə B variantıdır. Burada 2 var, deyinə. 2 vur 9 kimidir. Bu 2 vur 7 kimidir. 2 vur 5 kimidir. 2 vur 13 kimidir. Hamısında 2 artıq qalır uşaqlar. 2 vuruq yoxdur da bunların içində. Ona görə bunların hamısı bölünmür. Cavabımız oldu B variantı. Keçdik 49-cu sual. 49-cu sualımız belədir. Deyir ki, ifadəsini sadələşdir. Aşağı ifadəsini sadələşdirəndə fikir versəniz, bax bu nəyin açılışıdır? A kvadrat çıxıb B kvadratın açılışıdır. Bizə verir x kvadrat çıxıb 4-ü. Bunu təzədən x kvadrat üstə 4-ü verəndə, bu da bunun açılışıdır. Yenə bu eləyir x üstü 4 çıx 16-nın açılışıdır. Y variantı. Eyni qaydada bu da y üstü 4 çıxıb 81-in açılışıdır. A variantı. 51-ci sual, buna sual çox işləmişik. 51-i özünüz yazırsınız. Keçdik 52-ci sual. Bizə deyir ki, K və M-in yerinə elə bir hədlər yazın ki, bərabərlik eyni olsun. Uşaqlar, necə yaza bilərik? Məsələn, yazır ki, 2A-nın kubu çıxaq 3B-nin kvadratı üstü kvadrat bərabər 4A üstü 6 üstə gərək K üstə gərək M. Müxtəsər kimi açsaq, A kvadrat üstə gərək A çıxaq B-nin mürtəzə kvadratına əsas kimi baxsaq buna. Birincinin kvadratı bizə verir 4A üstü 6. Çıx, birincinin ikinci hasının kimisisi. 6, 12 A kubu B kvadratı. Üstə gərək 9B üstü 4. Hansı da var? K'mız nədir? Mənfi 12 A kubu B kvadratı. M'imizdə 9 üstü B4. C variantı uyğun gəlir. Elə M çoxaltısını tapın ki, bərabərlik N-yə çevirsin. Şöyle bunu da tapmaq üçün M-i tapanda cəmdən digər toplamını çıxırıq. Yəni 2x kvadratı üstə gərək 6xy çıx 2y kvadratı çıxaq bunu 3x kvadratı çıxaq olduğuna görə üstə gərək olur 5xy çıxaq 1. B-yə baxsaq bərabərdir. Müsbət 2 mənfi 3 bizə verir mənfi x kvadratı. Müsbət üstə gərək 11 2y. Çıxaq 2y kvadratı çıxaq 1. Hansı da Y variantı. Eyni qaydada bu da onun kimi 54-cü sual. Bundan bunu toplayacağıq. Bura çıxma olduğuna görə toplayırıq. Azalan çıxılan fərq. Azalan tapanında fərqin üzərinə çıxılanı gəlirik. Bunu özünüz yazırsınız. 65-ci sualımız. 55-ci sual, 55-ci sualımız, 65 deyirəm. 55-ci sualımız belədir. İfadə sadələşdirin. Sadələşdirmək üçün də uşaqlar 2x kvadratı çıx 2 vur 6 çıx 2x 7 çıx 4x üstə gərək 7 çıxaq 4x. Bax aşağı ən son sual. Bax fikir versəniz nədir? Bax birincinin kvadratı. İkincinin kvadratı. Birincinin ikinci hasının kimisisə. Nəyin açılışıdır? A çıxaq B-nin mürtəzə kvadratının açılışıdır. A-mız nədir? 6 çıxaq 2x. B-miz nədir? 7 çıxaq 4x. Olduğuna görə yazırıq üstə gərək olur. Bərabərdir. 6-dan mənfi 7 çıxanda eləyir 1. Mənfi 1. Mənfi 2-in üstə 4x çıxanda eləyir üstə gərək 2x kvadrat. Bunu da belə yaza bilərik də 2x çıxaq 1-in mürtəzə kvadratı. Nəyin açılışıdır? 2x çıxaq 1-in. Haradadır? 55. Fərqi yoxdur uşaqlar. 1 2x çıxaq 1, 1 çıxaq 2x. Eyni cavabı verir bizə. B variantı. 56-cı sual. 56-cı sualda eynidir uşaqlar. Baxın, fikir versəniz eyni sual. Bunu özünüz yazırsınız. 57-ci sual. İfadəsinin ən böyük qiymətini tapın. İfadəsinin ən böyük qiymətini tapmaq üçün ilk olaraq biz qüvvət kimi baxsaq bərabərdir. Bunun əmsalın mənfini çıxarsaq mürtəzə qabağına bizə verir 5A çıxaq 1.
Bu bərabərdir. Uşaqlar, mənfini olduğu kimi saxlayacaq. Bunu yaza bilərik də. Bunu necə yaza bilərik uşaqlar? Bu 2 vur 2,5 deməkdir. Birincinin ikinci hasının ikincisi. Demək ikinci vurumuz nədir? 2,5-də. Açıq 2,5-in kvadratının açışıymış. Bunun kvadrat eli altdan %25. Müsbət altı. Mənfi 1 olması üçün nə olmalıdır? Çıxaq 7,25 olmalıdır da uşaqlar. Bizə versin -1. Mörtəzənçi. Hər tərəfi mənfiyə açsaq, mənfiyə vursaq, bu bizə verir 2,5-in kvadratı. Üstə gəlib bu mənfi verir müsbət. 7,25. Uşaqlar, diqqətlə baxsaq, bizə deyir ən kiçik qiymətini tapın. A-nın 2,5 qiymətində bu ifadə bizdən ən kiçik qiyməti alır. Eləyir 7,25. Nə olur uşaqlar? Ən böyük qiymət alır uşaqlar. Ən böyük qiymət alır. A-nın 2,25 qiymətindən ən böyük qiymət nə olur? Bu eləyir 0-a çevirir. Qalır 7,25. A 1 versək uşaqlar. Bu eləyir mənfi eləyir. Mənfidən eləyir azaldır uşaqlar. Kiçilir. Ədədimiz kiçilir. Ən böyük qiyməti var bu ifadənin. Amma ən kiçik qiyməti yoxdur. Tərsinə bunda da. Burada da ən böyük qiymət olacaq. Ən kiçik qiymət olacaq. Ən böyük qiymət olmayacaq. A kvadrat üstəcək A-nı çıxaq 6 bərabərdir. Yazırıq ki, A üstəcək 0,5-in kvadratı. Bu bizə verir 0,25. %25-dən 6 çıxması üçün yazırıq ki, 6,25 mənfi. Bizə verir mənfi 6,25. A-nın mənfi 0,5 qiymətində. R7-də E, B, G var. E, Ç, G yoxdur. Burada E, Ç, G var. E, B, G yoxdur. Keçdik 59-cu sual. 59-cu sualda yenə vurub açırıq. Bərabərdir. Şöyle fikir verseniz, bunu vurub açsaq bizə verir 15A. Üstə gələ 6A kvadratı. Çıxaq 10. Çıxaq 4A. Çıxaq. Mütəzəri açsaq 6A kvadratı. Mənfi olduğunu müsbət edir 10. Bərabərdir. Müsbət mənfi. Getdi. 10. Müsbət mənfi. Bunlar da getdi. 15A'dan 4A çıxanda qaldı 11A. 60-cı sualımız. 60 sualımız nədir? İfadəsini sadələşdirin. Uşaqlar, bunu açsanda bizə verir 9x kvadratı üstə gələk 4y üstü 4 çıxaq 12xy kvadratı. Çıxaq. Uşaqlar, buna fikir versəniz, bu a üstə gələk b, a çıxaq b kimidir. Bu bizə verir, çıxaq 9x-in kvadratı, çıxaq 8y kvadratın olduğuna görə üstə gələk 8y kvadrat olur. Niyə? Çünki qalan mənfidir. Üstə gələk 2. Mənfi getdi. Müsbət 4y kvadrat edir bu uşaqlar. Müsbət bizə verdi 8y üstü 4. 8y üstü 4. Çıxaq 12xy kvadratı üstə gələk 2. Arada C variantı. Eyni qaydada 61-ci sual eynidir. Özünüz tapırsınız. Bax uşaqlar, nəyini açırışıdır? Birincinin kubu. Çıxaq. Birincinin kvadratın ikinci hasının 3 misli. Üstə gələk ikincinin kvadratı üstə vuraq birinci. Yəni bu nəyin açılışıdır? A çıxaq B-nin kubunun açılışıdır uşaqlar. Yəni A üstə gələk 1 çıx 1-in açılışıymış. Bu bizə verir A-nın kubunu. Vurub açsaq, deməli A kubu taparıq. Onu da deyək, müxtəsər uşaqlar, öyrənin, ondan sonra başlayın yazmağa. Bizə deyir ki, 2x çıxaq
3 bərabərdir A-ya. 2x üstə gələk 3 bərabərdir B-yə. 2x kvadratı çıx 3 bərabər 0-a. Olarsa AB hasilini tapın. Bu da bərabərdir. Uşaqlar, 2x kvadrat, 2x kvadrat. AB hasilini yazırıq ki, 2x çıxaq 3, 2x üstə gələk 3 bərabərdir. Bu nə açılışıdır? 4x kvadratını çıxaq 9-un açılışıdır. Buradan 2x kvadratını tapırıq 3-ə bərabərdir. Bunu da yaza bilərik ki, vuraq 2x-in kvadratı çıx 9 bərabərdir. 2x kvadratını yeni 3 yazırıq. 2 vur 3 çıx 9 bərabərdir mənfi 3-ə. Tapdıq mənfi 3. İfadəni müqayisə aparın. Alımız eləyir A kvadratı. 9 üstə 6 eləyir çıxaq 3A çıx 54. B'miz eləyir A kvadratı çıxaq 3A çıx 154. Şöyle fikir versəniz, A ilə B-nin bir hissəsi eynidir. Bizdə ədədlər fərqlidir. Birindən 54 çıxanda, birindən 154 çıxanda. Bir ədəddən 54 çıxanda bir ədəddən, yoxsa 154. Deməli, A-mız böyük olur B-dən. A böyükdür B-dən. (65-ci sual eyni qayda ilə özünüz tapırsınız. Mən yazdığım kimi. Keçdik 66-cı suala. X çıxaq Y-ə 9 veriblər. Bunu yazanda uşaqlar x çıxaq y üstə gələk 3-də 1 y çıxıq ikisini veriblər. Bərabərdir. X çıxaq y qiyməti 0,9-dur. Üstə gələk 3-də 1. Uşaqlar əkisini verdiyinə görə mənfisini götürürük. Vuraq mənfi 0,9. Bu da bərabərdir. 0,9 üstə gələk 3-də 1. Vuranda uşaqlar. Vuranda mənfi olduğuna görə çıxaq 3-də 1 vur 0,9 bərabərdir. 0,9 çıx 0,3 bərabər 0,6-ya. Cavabımız yerdir 0,6. Keçdik 67-ci sual. 67-ci sual eynidir. Burada nə var? Mənfini orta vuru çıxıb x plus y kimi saxlasaq görürük ki 0,6 çıxaq 0,3 alınır. Bu da eləyir 0,3. X mənfi 20-də 1 olursa bunu tapaq. 68-ci sual. Sualımız belədir. Deyir ki, x bərabərdir mənfi 20-də 1 olduqda x çıxaq 5-in kvadrat çıx x vur 10 üstə gələk x-i hesablayın. Şöyle bunlar açsa bizə verir x kvadratı çıx üstə gələk 25 çıx 12 birinci ikinci asının kimisi çıxaq 12 çıxaq x kvadratı bərabərdir. X kvadratlar getdi. Qaldı 25 çıxaq 20x bərabərdir. 25 çıxaq 20 vuraq mənfi 20-də 1. X-in yerine 20-də 1 yazdıq. 20'lər getdi mənfi 1 eləyir. 25 üstə gəlib 1 elədi 26. Cavabımız 26. Eyni qayda ilə 69'u siz yazsınız, yeni qoyub hesablayırsınız. 70. 70 sualımız belədir. Beşinci sualımız deyir ki A, B'miz bularsa bu ifadəni tapın. Uşaqlar, buradan bu nəyin açılışıdır? A üstə gəlib B'nin mörtəzə kvadratı. Buradan da 7'nin orta vur çıxardanda qalır 7A plus 1 üstə gəlib 1 bərabərdir. Yerinə qoy hesablasaq 4,13'də 5 üstə gəlib 2,13'də 8 bərabər kvadratı çıx. 7 vur 4,13'də 5 üstə gəlib 2,13'də 8 üstə gəlib 1 bərabərdir.
Şöyle bunlar toplayanda bize verir 6 üstə gələk. Kəsrlər toplananda verir 13'də 13. O da verir 1 kvadrat çıxaq. 7 vur 6 üstə gələk 1. Üstə gələk 1 bərabərdir. 7'nin kvadratı çıx 7 vur 7. Üstə gələk 1 bərabərdir. 49 çıx 49 bu getdi 0'a qaldı 1. Cavabımız 1. Eyni qaydayla 71-ci sual eynidir. Özünüz yazırsınız. 72-ci sual. 72-ci sualımız belədir. 8 üstü 5 üstə gələk 2 üstü 18. 9 vur 4 üstü 6 bərabərdir. Uşaqlar. Yenə 8 nədir? 2'nin kubu üstü 5 üstə gələk 2 üstü 18. 9 nədir? 3'ün kvadratı. 4 nədir? 2'nin kvadratı üstü 6 bərabərdir. Bu bizə verir 2 üstü 15. Üstə gələk 2 üstü 18. 3'ün kvadratı vur 2 üstü 12 bərabərdir. Uşaqlar, buradan 15 18'den kiçik olduğuna görə ən kiçik vuruq budur. Buradan 2 üstü 15'i vuruq çıxardanda qaldı 1. Üstə gələk burada nə qaldı? 2'nin kubu. Yəni 2 üstü 18'də 2 üstü 15'i böləndə qaldı 2'nin kubu. 3'ün kvadratı vur 2 üstü 12 bərabərdir. Şöyle 2 üstü 15 vur. 1'in üstə 8 yəni elədi 9. 9 nədir? 3'ün kvadratı. Vur 2 üstü 12 bərabərdir. 3'ün kvadratı yenə odan görə nisbət elədi 1. 15'dən də çıxırıq 12'ni bərabərdir. 2'nin kubu. Bu deyilir 8. Cavabımız elədi 8. 73-cü sual eynidir. Eyni tip sualdır. Ona aid çox işləmişik. Özünüz yazırsınız. 74-cü sual. Bu tip misallar uşaqlar imtahana düşən suallardır. Belə verirlər. M1 və M2 bir ədədin cəminin dərəcəsi 18. Bir ədədlərin cəminin dərəcəsi 18. Yəni M1 bir ədədin M2 bir ədədini toplayıblar, çox adı yaradılar və bu çox ədədin dərəcəsi olub 18. M1 bir ədədin dərəcəsi 6-dırsa, M2 bir ədədin dərəcəsi neçədir? Dərəcəsini tapın. Şolar, bunun dərəcəsi 6-dırsa, deməli bunun dərəcəsi ümid cəbiri çox ədədin dərəcəsi 18 olduğuna görə M1 6-sa, deməli M2 18 olub ki, elə bunun dərəcəsi 18 kimi götürüblər. Uşaqlar, başa düşdünüz? Dedik, nə demişdik? Dedik ki, çox ədədin dərəcəsi o deməkdir ki, çox ədədin dərəcəsi bir ədədlərin cəbri-cəmrinə çox ədəd demişdik. Dedik ki, ən böyük bir ədədin dərəcəsi elə həmin çox ədədin dərəcəsi sayılır. 2 dənə bir ədədini toplayıblar, dərəcəsini 18 veriblər. Bir dənə bir ədədinin dərəcəsini 6 veriblərsə, demək ikinci bir ədədinin dərəcəsi 18 olub ki, bunları toplayanda elə dərəcəsi 18 kimi qalıb. Cavabımız nə oldu? 18. 75-ci sual. 75-ci sual uşaqlar. Məsələn, x kvadratı çıxıq y kvadrat soruşuda x-dən y veriblər. Bunu açırıq ki, x plus y vur x minus y kimi bərabərdir. Yerinə qoyub hesablasaq 3 üstü 15 üstə girək 3 üstü mənfi 15 çıx 3 üstü 15 çıxaq birinci üstə girək yazaq çıxaq 3 üstü mənfi 15 buraq 3 üstü 15 üstə gələk 3 üstü mənfi 15 çıx 3 üstü 15 çıxaq bu çıxmağa görə olur üstə gələk 3 üstü mənfi 15 bərabərdir. Sonra fikir versəniz bax 3 üstü 15 biri müsbətdir biri mənfidir bu getdi qaldı nə 2 vur 3 üstü 15 vuraq Buraq nə? Bax uşaqlar, müsbət, mənfi. Görsən, müsbət, mənfi. Bu getdi. Burada da qaldı. 1, 2, 2-dən olduğunca 2 vuraq. 3 üstü mənfi 15. 2, 2'ye vuranda 4. Əsaslarıyla onda vuranda nə vardı? Toplayırdı. 15'in üstə mənfi 15 gəndə 0. Bu bizə verdi 4'ü. Cavabımız oldu 4. Eyni qayda 76-cı sual eynidir. Eyni tip sualdır. Onu özünüz yazırsınız. 77-ci sual. 77-ci sualımız bizə deyir ki 23 x üstü 5 23 x y 5 z n plus 1
Birəcinin qüvvəti 13 olarsa, birəcinin qüvvətini tapın. Qüvvətini tapın. Bunun qüvvəti 13'dür. Qüvvət neydi uşaqlar? Deyir, dəyişənlərin cəminə bərabərdir. Dəyişənin qüvvətləri cəminə bərabərdir. 1, bu 1'dir. Üstə gəlib 5, üstə gəlib n plus 1 bərabərdir 13'ə. 2, 7, üstə gəlib n bərabərdir 13'ə. N bərabərdir 6. Yeni 6 qoysaq, bu bizə verir 5'i. 2'nin üstə 1 gələndə 3, 3'ün üstə 1 gələndə 2 üstə gəlib 1, üstə gəlib 5 bərabərdir 8. Cavabımız elədir 8. 28. sual eynidir. Özünüz yazırsınız. Keçdik 79. suala. 79. sualımız belədir. Uşaqlar, 2 vur 7 üstü 26 çıx 5 vur 7 üstü 25'də bölü 49 üstü 12'ye. Bizdən bunu soruşur. Bunu həll edərkən uşaqlar ilk olaraq nə arırıq? Bax, 7 üstü 26 7 üstü 25'dən böyükdür. Buradan 7 üstü 25'i ortaq vur çıxarsa, bizə qalır 2 vur 7. Bir dənə 7 artıq qalır. Çıxab 5 vur 1. 7 üstü 25 ortaq vur çıxartmışıq da. 49 yazırıq ki, 7'nin kvadratı üstü 12 bərabərdir. 7 üstündə 25 vur 14 çıx 5. 7 üstündə 24 edir də bu. Qüvvətlər eyni olduğuna görə çıxırıq. Qalır 7 üstü 1. Vuraq 14'dən 5 çıxanda qaldı 9. 7 də 9 oranında elədi 63. Cavabımız elədi 63. 80-ci sual. 80-ci sualımız belədir. Yenə qoy hesablayaq. Necə? Bax şöyle, bu nəyin açılışıdır? X plus y-in mürtəzə kvadratının açılışıdır. 4 vuraq. Buradan da 4 topu çıxardığında qalır x plus y bərabərdir. Yenə qoy hesablasaq. Bu bizə verir 3,8'də 3 üstə 2,8'də 5'in kvadratı. Çıx 4 vur 3,8'də 3 üstə 2,8'də 5 bərabərdir. Tamlar bir topluq elədi 5 üstə gəlir. Kəsrlər toplandı 8'də 8 elədi 1. 4 vuraq n deyinə üstə gəlir 1 bərabərdir. 6'nın kvadratı çıx 4 vur 6. 36 çıx 24. Bu da bərabərdir 12'yə. Cavabımız oldu 12. Keçdik 81-ci sual. 81-ci sualımız deyir ki bizə birəcinin qüvvət əmsalında neçə də böyükdür? Sadələşdirsək bu bizə verir 0,4 vuran deyildi 0,16 x üstü 4 y üstü 10 vur 8'də 1 vur x kvadratı vur y üstü 4 bərabərdir. Sadələşdirsək bunu bölən deyilir 0,2 x üstü 6 y üstü 14 topluqda uşaqlar qüvvətləri topladıq. Bərabərdir. Bunun qüvvəti bizə verir 20'ni. Əmsalı deyilir 0,2 böləndə neçə düşür? 10. 20 0,2 böləndə 100. 81'də cavabımız elədi 100. 100'ü verəndə bir dənə eləyir 10 20. Düzgün böldük? Yox. Şöyle bu eləyir 0'dan bir tam onda eləyir. Bu 0'dan %2 eləyir. 0'dan %2'ye böləndə bu bizə düşür 1000. Cavabımız eləyir 1000. 80-ci sual eynidir deyə buna aid misal yazmış. Bunu özünüz yazırsınız. Qüvvətləri toplayırsınız. Bərabər 315'e eyni tapırsınız. 83-cü sualda da eynidir. Gəlin birini yazaqdan da. 6 üstə gələk m üstə gələk 1 bərabərdir 16. M də bərabərdir 9'a. 84-cü sual. Deyək kəsri ixtisar aparın. 20 üstündə n 2 üstündə 2n plus 1 vur 5 üstü n plus 1 bərabərdir. Uşaqlar, bu bizə verir 2 üstündə 2n vur 5 üstündə n. 20'ni yazdıq. 2'nin kvadratı vur 5 kimi yazdıq. Onu n dərəcə qüvvətə yüksəltdik. Bu alındı. Burada da 2 üstü 2n vur 2 kimi demək də uşaqlar bu. Vuraq 5 üstü n bölək 5 demək də bu. Bunu 5'i belə yazaq. Bölmə 5'i belə yazaq. Bölək 5 kimi bərabərdir.
2 üstündə 2-in vur 5 üstündə n. Bu sürət məxrəcdəki 5 qalxdı sürətə. 2 üstündə 2-in vur 2. Vur 5 üstündə n. Başa ola fikir versəz, n'lər eyni denib, nisbət 1 elədi, nisbət 1 elədi. Qaldı 2-də 5. Bu da bizə verir 2,5. Cavabımız 2,5. Bizə faydanın ən kiçik qiymətini soruşur. Bu bizə verir x kvadratı üstə gələk 12 üstə gələk 29-un kvadratı üstə gələk 17. Ən kiçik qiymət tapmaq üçün bu sadələşdirir. Bu bizə nə açılışıdır? X plus 5-in kvadratını açılışıdır. Artıq nə var? Birdən 4 gələndə 29 ildir. 5-in kvadratı 25 üstə 4 gələndə 29 kvadratı üstə gələk 17. Sonra x-in ən kiçik qiymətində, x-in -5 qiymətində bu ən kiçik qiymət alır. 4 alır. 4-ün kvadratı üstə gələk 17. Bizə verir 16 üstə gələk 17 bərabərdir 33-ə. Ən kiçik qiymətimiz neçə alır? 33. Eyni sualda, 86-cı sualda özünüz yazırsınız. Keçdik 87-ci suala. 87-ci sualımız belədir. -2x kvadratı üstə gələk 4x üstə gələk 5 bərabərdir. Şöyle bunu yazanda ən böyük qiymətini soruşur. Ə, B, Q'nı soruşur. Bundan mənfini ortaq vurub çıxardanda -2-ni çıxartdıq. Qaldı geridə x kvadratı çıx 2x çıx 2,5 bərabərdir. -2 olduğu kimi saxladıq. Əmsalına işimiz yoxdur. Bunun üçün də yazırıq. Bu neyin açılışıdır? 2x minus 1'in açılışıdır. Əlavə nə var? 2,5 alması üçün çıxırıq 3,5'i bərabərdir. -2'ni vursaq hər tərəfə x minus 1'in kvadratı üstə gələk 7 alınır da. X'in bir qiymətində bu ən böyük qiymət alır. Nə alır? Bu keçirir 0'a bu ifadə. Qaldı geridə 7. Cavabımız oldu 7. Bu cavabımız oldu 7. Keçdik. 88-ci sual. Bilədiyiniz qüvvəsi olmuş olsa m-in hansının ən böyük tam qiymətini tapın. Ən böyük qiymətini soruşduqda uşaqlar nə ayırdıq? M üstə gələk 3n üstə gələk 1 bərabərdir 15 veriblər. M üstə gələk 3n bərabərdir 16. M üstə gələk 3n'in 16 olması üçün normaldır. Cəm toplasaq nə edir? 16 olması üçün. M-ə məsələn, cəm qiymət verək də. M və n. M-ə 1 versək, n 5 olar. N-ə 2 versək, n tam olur. Yəni bizə nə deyir? Ən böyük tam qiymətini soruşur. Tam dediyinə görə kəsir olmalıdır uşaqlar. N-ə 3 versək, n-ə 4 versək, n də 4 olar. 3 artır. Buna 7 versək, bu 1 azalır. 3 artına görə bu 10 olanda bu 2 olur. Bu 13 olanda bu 1 olur. Bizə nə deyir? Hasilin ən böyük qiyməti. Ən böyük tam qiyməti. Bunun hasili bizə verir 5'i, 16'nı, 21'i, 20'yi, 13'ü. Ən böyük qiymət hansıdır? 21. M-in ən böyük qiyməti nədir? 21 hasili. Uşaqlar 16 biz 15'ten bir çıxanda 14 edirik uşaqlar. 15'ten burada yazırıq 14. Səhv çıxmışıq. Nə demişsiniz? Təzədən verək indi. M-in. M1 olanda bölünmür. M2 olanda N4 olur.
M 5 olanda 3 olur. 8 olanda 2 olur. 11 olanda 1 olur. Bu bizə eləyir 8, 15, 16, 11. Səksən səkkizə cavabımız 88'e cevabımız oldu. En büyük qiymət hansıdır? 16. 89 eynidir. En büyük qiymətini tapırsınız yenə. Eyni qayda ilə. 90-cı sualımız belədir. X-in hansı qiymətinin ifadəsinin qiyməti en böyük olar? İnşallah yenə bəlkə sualdan eynidir. Çıxaq 7. Mənfi 3'ü ortaq vur çıxardanda qalır x kvadratdır. Çıxaq 4x. Üstə gələk 3'də 7 bərabərdir. Mənfi 3. Buradan x minus 2'nin kvadratının açılışıdır. Çıxaq 4'dən eləyir. Mənfi 4'dən 3'də 7 çıxanda eləyir. Çıxaq 4 üstə gəl 3'də 7'də uşaqlar. Açanda bu qalır. Bu bizə verir 3'də 5. Mənfi 3'də 5. Bizdən x-in soruşur deyənə. X-in hansı qiymətində? X-in 2 qiymətində bu ifadə ən böyük qiymət alır. Yəni mən 2 qiymətində. 91 eynidir. Eyni qayda ilə hesablayırsınız. ABB'dən fərqi 11. Hasili 23 olarsa A+B'nin açılışını soruşur. İfadəni soruşur. Bunu açanda olar. Bax, diqqətlə qulaq asasınız. Müxtəsərdə belə düsturumuz var ki, bunu fərq kimi yazanda buna eləmək üstünə gəlir 4AB-ni. Bu bizə eləyir. Açıq B eləyir 11'in kvadratı. Üstə gəlir 4 vur 23. 121 üstə gələk 92. Bizə verir 213. Cavabımız yerdir 213. Müxtəsər olmasından əlavə düsturlardır bu. 93-cü sualımız. Bizə deyir ki, bir ədəd qüvvəti əmsalından 2 dəfə böyükdür. M kodu eliniz çoxsa M çıxar M fərqini tapın. Uşaqlar, bizə deyir ki, M üstə gələk N üstə gələk 1 qüvvətimi əmsalından 2 dəfə böyükdür. Əmsalımız isə 4,5. 2 dəfə böyündə eləyir 9. Cəmi də eləyir bu. Buradan M üstə gələk N-i tapanda bizə verir 8'i. M kvadratı çıxaq N kvadratı bərabərdir 32 veriblər. Bizdən fərqi soruşur. Bunu açanda uşaqlar bərabərdir 32'yə. Toplam yerinə 8 qoysaq, bizdən M çıxaq N-i tapırıq. 32 bölək 8 bərabərdir 4'ə. Cavabımız oldu 4. 94-cü sual. Bizə deyir ki, cədvəldə verilənə əsasən M1 üstü 5 vur M2 üstü 11 çoxaltısının dərdəsini hesablayın. Buna əsasən bunu hesablayın. Uşaqlar, diqqətlə baxsaq, bax 4, 8 ən böyük eləyir 32. 4'ün 80'da eləyir 32. Bu mörtəzənin içi bizə verir 32'ni. Yəni belə yazsaq x üstü 32 və sonrasını yazmışıq. Ən böyük dərəcə nədir? 32. 32 bizə dərəcəsinə verir 39. Vurmada deməli M1'in dərəcəsi 7 imiş ki, vuranda eləyir 39. Eyni qaydada bunun kimi M2'ni tapanda bu bizə verir x üstü 42. Bizə sonraki hədd lazım deyil. Bizə nə verir? 46. Deməli M2'nin dərəcəsi nəymiş? 4. Toplamda eləyir 46. M1 ilə 7 tapdıq. İndi vuraq. Yəni x üstü 7 üstü 5. Əmsal kanalını yazmırıq da uşaqlar. X üstü
4 üstü 11. Bunu vuranda bizə verir x üstü 35 vur x üstü 44. Bunları da toplayanda 35'in üstü 44 gələndə bizə verir 79. Cavabımız elədir 79. Uşaqlar, sualımız bu qədər. Kanalıma abunə olmağı, bəyənməyi unutmayın. Onlayn dəstəmizə qoşulmaq üçün 099 314 03 12 nömrəsi əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.